Sosial medianın bizə dayatmış olduğu doğru bilinən yanlışlar öyrənirik. Part 2. Özünü sevmək başqasına ehtiyac duymamaqdır. Yəni insanlara ehtiyac duymamaqdır, tək qalmaqdır. Bu doğru bilinən yanlışlardan biridir. Çünki biz insanıq nəticə etibarilə və sosial varlıq eyni zamanda. Biz insanla həm şəfalanan, həm yeri gəldikdə özünü sevən, sevgi tapan varlığıq. Dolayısıyla bizim sevgi, dostluq münasibətləri qurmağımız, sosial münasibətləri qurmağımız bizim üçün çox vacibdir. Yəni belə deyək də, bizi insan eləyən və bir növ insan olduğumuzu xatırladan yerlərdir və hər birimizin keyfiyyətli, sağlam, həqiqətən də özümüzü qəbul edilmiş hiss etdiyimiz çevrədə və dostluq və sevgi münasibətində olmağa ehtiyacımız var. Və dolayısıyla sosial mediada deyilən hər fikri bu qədər içsəlləşdirib doğru qəbul etməməyini tövsiyə edirəm. Çünki sən insansan və insan olmaq, yəni bəzən zəif və aciz olmaqdır. Bəzən insanlara ehtiyac duymaqdır və insana ehtiyac duyduğumuzu və möhtac olduğumuzu eyni zamanda qəbul etməkdir. Və dolayısıyla sənə çox gözəl münasibətlər arzu edirəm.